Deməli, salam yoldaşlar, bugün sağ tərəfində bir igid Hüseyin müəllim, sol tərəfində bir igid Aydın müəllim var. Bugün bu iki dənə igid deyirlər ki, biz bir-birimizi fizika arenasında məğlub edəcəyik. Ya bugün Aydın udacaq, ya Hüseyin udacaq, ya da qardaşlıq qazanacaq, dostluq qazanacaq. Görək kim qazanacaq. İkinci sən ilk mövzularından suallar olacaq, din test tablosundan və şərti oxşar olan 2 dənə sual veriləcək və təbii ki, vaxt limiti olacaq və bu vaxt limitində kim düz tapsa 1 bal, tapmayan 0 bal və ya davam edəcək. Görə axırda kim qalib olacaq. Deməli, ilk sualımızdan başlayaq yoldaşlar. İlk sual səhifə 5-də 15-ci sualı sən yaz, 16-cı sualı sən yaz. Səhifə 5-də yazmıyorsun. 15-16. 16'da 15-16. düz yazmış ama. Hə. Hüseyin deyir 15-də C, Aydın deyir 16-da Y. Düz. Hər ikisi düz. Hər ikisi düz, qəşəng. Siləylə onu qeyd. davam edək. İlk sualda hər ikisi düz tapdı. Sonra səhifə 5-də 23-cü sual sən, 24-cü sual sən. İlk mövzumuzdur. 23, 24. 23 Hüseyin yazır, 24-də Aydın yazır. Biraz çox uzun sürdü. Çox fikirləşdilər. Bir, iki. Deməli, bayaqki sualda Hüseyin sonradan düzəltsə belə sonradan düzəlişli olmaz. Yəni yarışdır. Birinci dediyim variantı yazmalısın. Ona görə Aydın düz tapdı və Aydın 2 bölünə keçdi. İndi ikinci mövzudan sualımızı eləyirik. İkinci mövzudan deməli səhifə 8-də 25-ci sual sən yaz, səhifə 8-də 26-cı sualı sən yaz. Aydın Ülü yazdı. Hüseyin de yazdı. İkinci mövzudan 25-26-cı suallar. Aydın'da düz. Bir Aydın, səhv bir düz. Hüseyin səhv Aydın düz. Hüseyin səhvdir. 3-1. İndi etirazlar oldu, yerlər dəyişdi. Görə yerlər dəyişəndən sonra nə olacaq? İndi səhifə 9-da 43-cü sualı sən yaz, 44-cü sualı sən yaz. səhifə 9-da 43-44. Biraz hesablaması sualdır, düsturlu sualdır. Sağ olsun düstur yazan yoxdur ama düstursuz necə gedəcəklər? Əgər beyinlərində fikirləşirlər düsturu. Biri yazıbsa digərini çox gözləməyək. Ya. Hüseyin D yazdı, Aydın da A yazdı. Hansı düzdür? Hüseyin düz. Hüseyin düzdür, Aydın səhv. Aydın səhvdir, fərq 1'e indir. Davam edelim. Yoldaşlar fərq 1'e indi. İndi səhifə 10-da 45-ci sual sən, 46-cı sual sən. Hüseyin A variantını yazdı. Aydın fikirləşir. 1, 2, 3. Aydın da B variantı yazdı. Hansı düzdür? Hüseyin düz Aydın. Ooo, 3-3 oldu. Yerlər dəyişdi, əhsən. Deməli yoldaşlar, bərabərləşdi hesab və davam edirik. Davam edirik növbəti səhifəmizdən. Aha, bizim sevimli suallarımızdan biri. Əslində verməyəcəkdim, amma verin. İki oxşar sualdır. Səhifə 11-də, çünki arxada cavab səhv var birində. Səhifə 11-də 58-ci sual sən, 59-cu sual sən Hüseyin. Yazın. biraz uzun suallardan biridir. Yəni, tapılması suallardan biridir. Kısa değil. İkisinden biri de birini seç. Birini seç. 50-50 yoktu ikisi. İkisini fikirləşdi. Aydın yazmadan fikirləşdi. Hansı ya Y ya B. Aydın yazandan sonra cavab verməlisən. Ha. Aydın tez ol, tez ol. Tez fikirləş. Çok oldu vaxt. 3,
Deməli, Aydın D variantını verdi, Hüseyin Y variantını verdi. İndi yoxlayırıq. Sualların nömrəsini Aydın yazmayıb, 58-ci sualdır, Hüseyin 59-cu sualdır. Hansı düzdür? Hərəsiniz. Hər ikisi düz oldu, qəşəng. Deməli, hər ikisinə bal gəlir. 4 bal Aydında, 4 bal Hüseyində. Deməli yoldaşlar, bu səhifə getdi. Səhifə 14-də 20-ci sual Aydın, 21-ci sual Hüseyin. Toxundurma sualıdır. 21 müəllim. 21. Səncə 20, səncə 20. Toxundurma sualı uşaqlar. Aydın sırası tapdı, D variantı dedi. Hüseyin də A variantı dedi. Üçüncü mövzudur. Hərəsiniz. Hər ikisi düzdür, qəşəng. 5-5 qəşəng gedir. Həmin səhifədən biraz daha qəlis sualı verək. Yenə toxundurmaya aiddir. 34 və 35-ci suallar. 34 Hüseyin, 35 Aydın. Hı. 34 və 35 bunlardan. Hüseyin yazdı. Aydın gəşir. 1, 2, 3. Aydın o C dedi. Hə, hansı düzdür? Aydın səhvdir, Hüseyin də düzdür. Oba, Hüseyin gördüyün şeyi. İlk Deməli, daha verir yoldaşlar və keçirik növbəti mövzumuza, 4-cü mövzumuz, elektrikin son mövzusu. İndi buradan suallar veriləcək. Yəni, görək hansı sualı yoldaşlarımıza verək və yoldaşlarımız yazsın. Vahid suallarından verək, yoldaşlarımız vahidi belə çox gözəl bilirlər. Səhifə 18-də 29-cu sualı Hüseyin yazacaq, 30-cu sualı Aydın yazacaq. Vahid suallardır. Səhifə 18-də 29 olur. Çox güclü bilirik. Növbəti döyüşlərini takip edə bilərsiniz. Reklamımızı eləyək. Deməli yoldaşlarımız cavablar verdi. 29-a C yazdı, Aydın A yazdı, 30-a Hərəsiniz. hər ikisi düzdür, qəşəng. İkisinə də 1 bal. Deməli Hüseyin 7 oldu, Aydın 6 oldu, qızğın mübarizə gedir. Səhifə 20-yə davam edirik. Deməli, bizdən belə bir suallar verilib və 58-ci sualı Aydın yazır, 59-cu sualı Hüseyin yazır. Xəttlər, çox gözəl xəttlərimiz var. 259 yazdı. 58 yazdım. 58 yazdın. 58-də Aydın A yazdı. 59-da da Hüseyin nə yazdı? C yazdı. Aydın düz, Hüseyin səhv. Ooo, şot bərabərləşdi. Səhifə 21-dən davam edirik yoldaşlar. Şot bərabərdir. Səhifə 21-də 69-cu sual Aydın, 70-ci sual Hüseyin. Hüseyin tapdı ücə. Asan, belə şeylər. İndi yerə yazacaq, ücə yox. Artıq 1, 2, qəşəng. Aydın 69-da D deyir, Hüseyin 70-də C deyir. Hansı düzdür? Hərəsiniz. Hər ikisi düzdür. Qəşəng. 8-8, son 2 bal. Davam edirik. Aydın'da 8, Hüseyin'də də 8 və növbəti suallarımızla davam edirik. Biraz Eylevin diaqramından verək. Yoldaşlarımız Eylevin diaqramını yaxşı bilirlər. Səhifə 22-də 77-ci sual Hüseyin, 78-ci sual Aydın. Hüseyin tapdı, D variantı deyir. Aydın B variantı deyir. Yoxlayırıq. Hərəsiniz. Hər ikisi düzdür. Qəşəng. 9-9. Qardaşlıq mı qazanır? Son sual. Deməli yoldaşlar, Son sual ola bilər. Yəni hər ikisi düz yazsa son sual olacaq. Səhifə 23-də, yəni son elektrik bölməsinin son mövzusunun son suallarından, son səhifəsindən səhifə 23-də 81-ci sual Aydın, 82-ci sual Hüseyin. Aydın 1-5 deyir, 81 sual Hüseyin 2-4 deyir. İndi cavab demədi. Qalib varmı? Var. Bir nəfərdir. Xeyr. İkisi də qalib. Bəli. İkisi də düz tapdıqsa qəşəng. Kəlləmizdən qaldırmayasın.
İndi stotlayın. Yazdım. 10 yaz sonra qəşəng. Anlayam biraz. Yiğitlər səhərdən dedilər ki, qardaşlıq qazansın, qardaşlıq qazansın. Elə elədilər ki, qardaşlıq qazandı. Bilmədim, indi burada şik oldu, olmadı. Tək ki, dürüstlük olsun. Və yiğitlərim, bu yiğit, Olimpiyadası yiğit, bir də bu yiğit ikisi də qalibdir. Qardaşlar qazandı, bir-birindən qucaqlaşırlar.